Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 34-cü paragraf, yəni Azərbaycan Respublikası yeni inkişaf mərhələsində. Deməli, 2003-cü ildə prezident seçkiləri olur. Burada prezident seçkilərində İlham Əliyev qalib gəlir və İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın hər tərəfli inkişafı üçün müəyyən addımlar atır. Deməli, burada Bakı, Tbilisi, Ceyhan ixrac boru kəməri 2006-cı ildə istismara verilir. Bununla da artıq Azərbaycan nefti Türkiyə üzərindən dünya bazarına çıxarılmağa başlayır. 2007-ci ildə isə Bakı, Tbilisi, Ərzurum qaz kəməri istifadəyə verilir. Bu Azərbaycan qazını ilk dəfə olaraq böyük həcmdə dünya bazarına nəql etməyə başlayır. Bu 2001-də bağlanmışdı bu sadə, dəstəkdə yoxdur. 2007-ci ildə amma istismara verilir. Deməli, bu qaz kəməri vasitəsilə Azərbaycan qazı Yunanistan vasitəsilə Avropa ölkələrinə artıq ötürülməsinə şərait yaranmış olur. 2013-cü ildə Trans-Anadolu və Trans-Anadolu qaz kəməri, yəni TANAP, bir də Trans-Adriatik qaz kəməri, bu da TAP hazırlanır. İlham Əliyev bunları 21-ci əsrin müqaviləsi adlandırılır. 20-ci əsrin müqaviləsi də 1994-cü ildə bağlanmış müqavilədir. Deməli, 2018-ci ildə həmin bu TANAP, yəni Trans-Anadolu qaz kəməri artıq istifadəyə verilir, istismara verilir. İndi bu neft sənayesindən alınan gəlir sənayenin digər sahələrinə də yatırılır. Bu da məsələn qeyri-neft sektorunun inkişafı üçün, kənd təsərrüfatının inkişafı üçün dəstək göstərilir, dəstək gücləndirilir. Daha da Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi qaz dəmir yolu xətti tikilir. Bununla da Azərbaycan beynəlxalq liman kompleksində rolunu artırır. 2017-ci ildə bu. Sonra 2023-cü ildə İran ərazisindən keçməyindən Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xətti tikintisinə başlanılır. Bu da Naxçıvanla quru yolla əlaqə yaranmış olur. Sonra sosial yönümlü layihələrdən danışaq. 2007-ci ildə bütün çadır şəhərlikləri ləğv olunub. İlham Əliyevin birinci prezidentliyi dövrünə düşür. Sonra rüşvətxorluğa qarşı, korrupsiyaya qarşı 2013-cü ildə asan xidmət mərkəzi, 2012-ci ildən asan xidmət mərkəzləri yaradılmağa başlanır. Sonra deməli 2019-cu ildə isə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, yəni DOST xidməti yaradılır. İndi COVID-19-a qarşı mübarizədən danışaq. Belə ki, bu pandemiya dövründə, yəni bütün dünyada olan dövlətlərin hər birinin böhran şəraitində işlənməyə hazır səviyyəsini bir daha ortaya çıxarmış oldu. Təbii ki, iqtisadiyyata da təsirsiz ötüşmədi. Azərbaycan dövləti də məqsədli və təxirə salınmaz addımlar atdı. Belə ki, Azərbaycan hökuməti 19 mart 2020-ci ildə koronavirusa qarşı tədbirlər planı təsdiq etdi. Həmin bu tədbirlər planı çərçivəsində sahibkarlığa, sonra məşğulluğa, hansı ki, sosial rifaha dəstək məqsədi ilə deməli, dövlət büdcəsindən böyük məbləğdə vəsaitlər ayrıldı. Və koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün də onların müalicəsini təmin etmək üçün deməli, dövlət büdcəsi müxtəlif yerlərdə, ölkənin müxtəlif yerlərində modul tipli xəstəxanalar yaradıldı. Həmin bu dövlət proqramı Azərbaycan iqtisadiyyatının pandemiya dövründə ən az zərər çəkən ölkələr sırasına yəni yüksəlməsini təmin etmiş oldu. İzahımız bu qədər. Sağ olun.